Hər kəs salamlar dostlar, mən Xəyal, kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə sıfırdan texniki analizin ilk dərsini keçəcəyik. 6 illik təcrübəmə əsasən texniki analizdə gördüyüm, öyrəndiyim, bəyəndiyim taktikaları, trendləri, indikatorları sizlərə bacardığım qədər danışmağa çalışacağam. Bugünkü dərsimiz texniki analizin özəyini təşkil eləyən trendlərdir və dəstək və müqavimət zonalarıdır. Hansı ki, texniki analizin əsas hissəsi, əsas başlanğıcı, ən önəmli dərsi budur mənə görə. Çünki hər şey qiymətdir, hər şey qiymətdən asılıdır və trendin istiqamətini bilmədən, dəstək və müqaviməti, təpəni və dibinin harda olduğunu bilmədən, aydınlaşdırmadan hər hansısa bir alsat etmək mümkün deyil. Bildiyiniz kimi texniki analiz həm kriptovalyuta bazarında, həm də stoklarda, foreksdə də eyni formada, fərqli-fərqli metodlardan olsa da eyni formada işləyir və mən də çalışacağam ki, kriptovalyutaya əsasən, kriptovalyuta bazarına uyğun olan texniki analizi sizlərə çatdırmağa çalışım və bizim bugünkü dərsimiz adından da bildiyin kimi trendlərdir. Bizim üçün ən önəmli olan hadisə nədir trendlərdə? Bizim 3 cür trend nöqtəmiz var. Yüksələn trendimiz var, hansı ki biz ona buğa dövrü deyirik. Altcoinlərin və yaxud da hər hansı bir coinin yüksəliş dövrünə buğa dövrü deyilir. Üfüqi trend var, yəni hər hansısa bir coinin və yaxud da səhmin olduğu yerdə bir range aralığında və yaxud da bir dördbucaqlıda daxilində gedib gəlməsi. Biri də düşüş trendidir, hansı ki biz ona ayı dövrü deyirik. Hər hansısa bir altcoinin və yaxud da müəyyən bir neçə hissə sənədinin altcoinin düşüşünə ayı dövrü deyilir. Trendlər bu formada olur. Yaxşı, bu trend necə yaranır və biz nədən istifadə eləyərək bu trendləri tuta və onlardan pul qazana bilərik, ona baxaq. Bizim üçün önəmli olan həmin o trend zamanı coinin yüksəliş zamanı yüksələn diblər və təpələr yaratmasıdır. Çünki bu formada yüksəldikdə sanki coin yüksələrkən hər hansısa bir nöqtədən dəstək alaraq yüksəlməyə başlayır. Yəni bu səbəbdən də biz baxırıq ki, misal üçün coin gəldi, buradan yüksəldi, gəldi buradan yenə dəstəyini aldı, yüksəldi. Hər dəfəsində bu nöqtəyə gəlib toxunaraq yüksəlir. Bəs bu yüksəliş trendi nə zaman bitir? Yüksəliş trendinin bitməsi üçün həmin coinin o yüksələn xəttə təmas edib, buranı yenidən keçə bilməyib aşağı doğru qırması lazımdır. Buna breakout hadisəsi də deyirlər, marketin qırılımı da deyirlər. Mən çalışacağam ki, maksimum loru dildə sizlərə bu məsələni izah edeyim. Çünki müxtəlif terminlər var, təbii ki, onlardan danışmaq daha asan olardı mənim üçün, amma istəyirəm ki, hər kəs sıfırdan texniki analizi mənimsəyə bilsin. Həmin coin burada trendi qırdıqdan sonra aşağı düşəndə, həmin bu trendə təmas edən son dibin aşağı keçilməsi lazımdır. Yəni coin o dibdən də aşağı keçilməlidir. Onda yüksəliş trendi avtomatik olaraq ləğv olunur. Və həmin müddətdə artıq coin ya başlayır range aralığında trade etməyə və yaxud da artıq düşüş trendi başlayır. Eynilə bu məsələdə olduğu kimi düşüş trendində də eyni məsələ var. Hansı ki, düşüş trendində mənə yüksələn diblər, təpələr yerinə düşən diblər və təpələr lazımdır. Və sanki bir xətt üzrə bu düşür, yəni burada müqavimətlə qarşılaşır və yenidən aşağı düşür. Bu diaqonalı, bu xətti keçə bilmir. Bəs bu düşüş trendi nə zaman bitir? Coin gəlir burada yüksələndə, buradan rədd yemək əvəzinə yuxarı doğru qırılır. Və burada bir breakout yaranır, avtomatik olaraq trend qırıldı və trendə təmas edən son təpənin keçilməsi ilə düşüş trendi bitir. Ya range-ə başlayır, range formasını əlləşdirməyə, ya da yüksəliş trendinə başlayır. Bu formada artıq biz konkret olaraq trendlərin necə işlədiyini aydınlaşdıra bilirik. Range trade də hamının bildiyi kimi kanal daxilində düşür, qalxır, bu formada gedir. Bu trendin qırılımı da təbii ki, hansısa bir düşüş trendinin və yaxud da yüksəliş trendinin başlaması ilə olur. Onun üçün də biz əvvəlcə dəstək və müqavimət zonalarının nə olduğunu bilməliyik. Dəstək və müqavimət zonası coinin dəfələrlə yoxladığı bir nöqtədən yenidən eyni qaynada yüksəlməsidir.
Yəni coin gəlir burada düşür. Düşdükdən sonra burada dəstək alır, yenidən yüksəlir. Gəlir yenə buradan dəstək alır. Eyni nöqtəyə təmas eləyərək dəstək alıb güclənir. Düşüşü isə eyni formada. Gəlir burada müqavimətlə rastlaşır, düşüş yaşayır, müqavimətlə rastlaşır, düşüş yaşayır. Yəni coinin keçə bilmədiyi yer müqavimət zonası, düşə bilmədiyi yer dəstək zonası adlanır. Bununla da avtomatik olaraq biz dəstək və müqavimət zonasının nə olduğunu öyrənmiş oluruq. Yaxşı, bəs bu trendləri kim necə istifadə edir? Hansı formada trader növləri var? 3 cür trader növümüz var. Buna birincisi breakout traderlər deyirlər. Hansı ki, bu breakout traderlər az əvvəl sizlərə göstərdiyim qırılımlarla trade edən insanlardır. Yəni bu breakout trader yüksəliş zamanı izləyir bütün hərəkəti. Bu dəstək xətti qırıldığı anda, yəni təbii ki, son dibə də təmas edib keçməlidir. Qırıldığı anda short pozisiya açmağa başlayır. Bu onun üçün bir qırılımdır. Və yaxud da yüksəliş trendi zamanı, daha doğrusu düşüş trendi zamanı. Bir düşüş trendi yaranır. Bu zonanın qırılması ilə, trendin qırılması ilə long pozisiya açır. Və yaxud da bu trendlərin heç bitməsini gözləmir, adam gəlir range qırılımını gözləyir. Bu range hansı istiqamətə qırılsa, o formada da pozisiya açır. Bunlar breakout traderlər sayılır. Bir də bizim var range traderlərimiz, yəni həmin o adamlar təbii ki, bu range'in daxilində al-sat eləyərək pul qazanmağa çalışırlar. Biri də var pullback traderlər. Pullback əslində biz retestdə deyirik. İndi konkret olaraq nə demək istədiyimi anlayacaqsınız. Çünki həmin o pullback retest dediyimiz məsələ burada da var. Nə demək istəyirəm? Bir coin yüksələndə o trendi qırarkən gəlir o qırdığı trendi bir də yoxlayır, yenidən düşür. Buna biz retest deyirik, retest hadisəsi deyirik. Yəni bu mütləq deyil olsun, yəni hər zaman olacaq deyə bir şey yoxdur. Amma çox hallarda bu hadisə baş verir. İndi bu pullback traderlər nə edir? Deyək ki, coin bir yüksəliş və yaxud da düşüş yaşayır, bir range daxilindədir deyək. Gəldi bu müqavimət zonasını qırdı. Qırdıqdan sonra pullback trader gözləyir ki, o qırdığı müqaviməti dəstək kimi yoxlayıb yenidən yüksəlsin. Və yaxud da bu dəstəyi qırdığı anda qırdığı dəstəyi müqavimət zonası kimi yoxlayıb yenidən düşsün. O pullback traderlər bu hadisəni gözləyirlər. Bu hadisədən sonra onlar ya alış eləyirlər, ya da short pozisiya açırlar. Pullback traderlər də bu formada hərəkət edir. Çünki bir çox market sahəsində, yəni o strukturlarda bir şey qırılandan sonra onun retesti çox vaxt baş verən bir şeydir. Bu hər bir halda, hər bir şeydə keçərlidir. Yəni hansısa bir formalaşma olsun, çanaq qulp olsun, qırıldıqdan sonra gəlir buranı retest edir, yenidən gedir. Yəni bu hadisə çox hallarda baş verdiyi üçün bizim üçün önəmlidir. Yəni bura qədər idi əslində trendlər, dəstək və müqavimət zonaları. Ümid edirəm faydalı oldu. Çünki bu birinci dərsimiz əslində bizim ən önəmli dərsimizdir. Dibləri, təpələri və dəstək müqavimət zonalarını bilmədən hər hansısa bir pozisiya açmaq və yaxud da texniki analizi bilməkdən danışa bilmərik. Hətta biz bunu Bitcoin-in özündə də baxa bilərik. Baxın, burada düşən təpələr və diblər var. Yəni burada Bitcoin düşüş yaradı. Və burada bizim bir diaqonalımız var idi. Qırdı, retestlərmi gəlir, yoxsa buradan qayıdacaqmı daha aşağı? Baxın, bu artıq bizim üçün pullback hadisəsidir. Bu baş verəcək ya yox, biz onu gözləyirik. Bu bir düşüş trendidir və yaxud da yüksəliş trendi kiçik də olsa var. Baxın, burada yüksələn diblərimiz və təpələrimiz var. Baxın, hazırda bizim bu diblərimiz eyni məsafədədir. Trend bitmiş deyil. Mənə lazımdır ki, əgər düşüş yaranacaqsa, bu trend qırılıb düşüş yaranacaqsa, mənə lazımdır ki, bunun daha aşağısına doğru gedilsin.
Bu trend qırılır, bu dəstəyi aşağı doğru qırırıq, yəni 84.000. Qırıldıqdan sonra, short pozisiya açmaq mümkün ola bilər. Bu da bizim oldu yüksəliş trendi və onun qırılma hadisəsi. Range trade-də dediyimiz bir hadisə var. O range-i də əslində bu formada görə bilərik. Baxın, burada da bir range aralığında yüksəlib düşüb və sonradan range-in qırılması hadisəsi baş verib və aşağı doğru qırılıb. Baxın, gəlib qırıb ondan sonra yoxlayıb yenidən düşüb aşağı. Bu da range'imizdir. Manual olaraq burada da sizlərə göstərmək istədim ki, nəyin nə olduğunu biləsiniz. Təbii ki, biz canlı yayımlara bilirsiniz, artıq başlamışıq. Orada da biz canlı yayımda bunu canlı formada backtesting eləyib öyrəndiklərimizi tətbiq eləyirik. Ümid edirəm sizlər üçün faydalı olar. Kanalı abunə olmağı, bəyənməyi, dostlarınızla videonu paylaşmağı, videonu bəyənməyi unutmayın. Gələn videolarda görüşənədək.